2 manat 8 qəpiyə ən ucuz yerdə 13-14 azlığına əldə etdiyimiz həmən o ikinci təzməsini sizinlə paylaşacağım. İlk öncə ikincimizi tavaya əlavə edib biraz qızarana qədər qovuracağıq. Artıq ikinciklərimiz hazırdır, qovuruldu. Baxın, hər biri eyni rəngdə. Heç soyutmadan əlavə edirik blenderə. Bu arada bu dəstləri mən Trendyoldan əldə eləmişəm. Heç bir cızılma falan olmur. Nə qədər işlədirsiniz, işlədin. Bir miqdar zeytun yağı əlavə edirik və bu zeytun yağı təbii əldə çəkilmə zeytun yağıdır. Zirədən əldə edirik, alırıq. Yağı tökdükdən sonra istədiyimiz qatılığı əldə edilənə qədər blenderlə qarışdırmağa davam edirik. Gəlməkdə olan gözəl bir vlog. Yağdamızın gözəlliyinə baxın siz. Faydası sayılmaqla bitməyən min bir dərdin dərmanı olan kinciti istər şirniyyatlarda, istərsə də səhər yeməyində istifadə edib orqanizmizə xeyir vermiş olarsınız.